O budur. Xüsusi təyinatlı robotlardan və polislərlə hesab edin ki, xüsusi təyinatlı polislərlə gəzintiyə çıxır. Bu formada istədiyi adamı zərərsizləşdirir. Həm elektroşoku var, həm kamera ilə üst tanıma və insanların, axtarışda olan insanların izinə düşdüsə, bundan qurtulmaq mümkün deyil. Baxın, həm tordan tutur, tokda verə bilir. Bax, tor atırlar, mümkün deyil bundan tutarmaq. Hava limanları, şəhərdə, gəzintidə, suda belə istifadə olunur. Yəni bildiyiniz texnologiyanın inqilabı. Hər bir yerdə bütün yolsuzluqlarda istifadə eləmək olur. Çox möhtəşəm bir şey. Hal-hazırda mən bunu itələyirəm, bax. İtələyirəm, yıxmaq olmur. Və ağırlığı da 114 kilodur. Yəni istədiyi adamın üzərindən keçə bilər. Bir dəqiqə bunu tapdalayacaq. Yəni möhtəşəm bir şeydir də. Elektroşok da var. Artıq ərazidə gəzinti üçün polislərdən istifadə etmək olacaq, belə polislər də olacaq. Möhtəşəmdir.